Avroliqanın birinci oyununda da pis başlamamışdı. Düşünürəm ki, Elmar müəllim yaxşı komanda düzəltmişdi. Ancaq ən azından Demçenkonun gəlişi komandanı yalnız geri götürdü. Nəinki irəli, bu mənim şəxsi fikrimdir. Komandada belə deyək də tam oyun fəlsəfəsi görsənmir. Komandada belə deyək, ritm tam yoxdur, dinamika yoxdur. Baxırsınız ki, komandada artıq futbolçular komanda ruhunun formalaşması üçün bilmirəm nəsə etməyiblərsə də komanda ruhu yoxdur, hiss etmirik onu. Yəni bu günləri Xəqani müəllimlə qeyd etdiyim Karvan artıq belə deyək təslim olmur, çünki oranın baş məşqçisi Füzuli müəllimdir, daimi intensiv, aqressiv məşqçidir. Heç vaxt təslim olası deyil, amma əlində olan elə bir materialdır ki, ondan böyük işlər görəcəyini də inandırıcı deyil. Belə bir komandanın da çox əziyyətlə, belə bir komanda üzərində çox əziyyətlə qalib gəlməkləri, belə deyək, sönük oyunu həqiqətən də ürək açan deyir. Çünki keçən il biz daha çox deyirdik ki, Azərbaycana belə deyək də Qarabağla, digər Sabahla rəqabət aparacaq bir komanda yaranıbdır. Həqiqətən də böyük işlər görülmüşdür. Bilmirəm, düşünürəm ki, bəlkə də Elmar müəllimə daha da şans verilməli idi ki, hər bir komandanın düşüş vaxtı olur, bəlkə də şans verilməli idi və yaxud Elmar müəllim gedirsə tanınan bir yerli məşqçilərimiz həmin müraciət eləyərdilər. Misal bizim çox yaxşı məşqçilərimiz Şahin Diniyevdən söhbət gedir, Tərlan Əhmədov buradadır, bir çox məşqçilərimiz var ki, uğur qazana biləcək məşqçilər idi. Avtandil müəllimin adını çəkə bilərik ki, Səba ilə yaxşı işlər görmüşdü. Mahmud Qurbanov var idi. Bir çox mütəxəssislərimiz var idi. Bəlkə digər məşqçilərimizə də şans verərdik ki, daha da yaxşı olardı. Ancaq belə deyək, xaricdən məşqçi gətirildi. Bu da düşünürəm ki, uğursuz oldu. Artıq səhv etmirəmsə də yazılar dərc olunur ki, artıq gələn il bu məşqçi burada qalmayacaq.